Ne ses güdü bugün sizde Gülcahan. Toydu bizim evimizde Gülbadam. Oğlun Ahmet toy eyleyir Gülcahan. Yok canım, babam evlenir Gülbadam. Azərbaycan teatr və kino sənətinin unudulmaz simalarından olan xalq artisti Sona Hacıyeva. Azərbaycan teatrının ilk milli aktrisalarından biri. Opera və dram tamaşalarında əksər rolların ilk qadın ifaçısı Sona Salman qızı Hacıyeva 25 iyun 1907-ci ildə Şəkidə doğulub. Sona Hacıyeva qadınların və hətta kişilərin də səhnəyə gəlməsi xoş qarşılanmayan çətin dövrdə ilk dəfə teatr aləminə qədəm qoyur. Onun yaratdığı obrazlar Azərbaycan qadınının ağır taleyini, düşdüyü əzabları güclü və emosional bir şəkildə tamaşaçılara çatdırır. Milli Dram Teatrının aktrisası olan Sona xanım ömrünün sonuna qədər bu sənət ocağında işləyir. Opera səhnəmizin ilk leylilərindən biri olan Sona Hacıyeva eyni zamanda opera və balet teatrında da çıxış eləyir. Bir-birinin ardınca müxtəlif xarakterli obrazlar yaradaraq işinin öhdəsindən məharətlə gəlir. 200-dən artıq lirik və komik obrazların mahir ifaçısı Sona Hacıyeva Azərbaycan kino sənətinin də inkişafına öz töhfəsini verir. Bəxtiyar, Sevimli mahnı, Qızmar günəş altında, O olmasın bu olsun, Səhər filmlərinə çəkilən Sona xanım milli kinomuzun tarixində silinməz iz qoyur. Onun ən çox sevilən rolu isə Bəxtiyar filmində yaratdığı Zəhra obrazıdır. Onlar gelecekler, onlar kıyamet oynuyorlar. Pullarını da kabakçıdan vermişim. Necə? Heç artistə qabaqca pul verirlər, başqa soğu deyib. Tamaşaçıların sevimlisi olan aktrisa Azərbaycanın əməkdar və xalq artisti fəxri adlarına layiq görülüb. Şərəf nişanı ordeni və bir çox medallarla təltif edilib.